Hamıya salam. Unreal Engine daxilində dərslərimiz davam edir. Bugünkü dərsimizdə mühərrik daxilində render konveyerini sizlərlə öyrənəcəyik. Yəni sadə dildə desək, ümumiyyətcə mühərrik daxilində render prosesinin necə həyata keçiriləcəyini məhz bugünkü dərsimizdə öyrənəcəyik. Bundan əlavə dərsimizin sonunda hazırki səhnə üçün düzəltdiyim renderdən sonra əldə etdiyimiz son nəticəyə sizlərlə baxacağıq və əlavə olaraq ən yüksək keyfiyyətli render sazlamalarını bugünkü dərsimizdə sizlərlə öyrənmiş olacağıq. Render emal prosesini həyata keçirmək üçün bildiyimiz kimi istənilən sekvenserimizi əvvəlcədən hazırlamalıyıq. Mənim nümunəmdə Megascandan istifadə olunan obyektlər və materiallardan istifadə edərək belə bir səhnə hazırlamışam. Məhz bu səhnədə müəyyən bir sekvenser vasitəsilə animasiya hazırlamışam. Animasiyamız isə belə bir sadə animasiyadan ibarətdir. Məhz bu sekvenserimizin köməyi ilə mühərrik daxilində render konveyerini ümumiyyətcə sizlərlə sıfırdan həyata keçirdəcəyik. Öncəki dərslərimizdən də bildiyimiz kimi, bunun üçün sadəcə olaraq render düyməsinə klik edəcəyik. Lakin render düyməsinə klik etməmişdən öncə bu bölümdən Render Movie Q adlı bölümün seçildiyinə əmin olmalıyıq. Daha sonra render düyməsinə klik edirik. Qarşımıza çıxan bu pəncərədə təbii ki burada Unsaved Config bölümünə klik edirik və daha sonra render emal prosesi üçün öz sazlamalarımızı burada həyata keçirməliyik. Mənim nümunədə export fayl genişlənməsi olaraq Apple ProRes adlı xüsusi bir plugindən istifadə etmişəm. Məhz bu plugini necə aktivləşdirə biləcəyimizi bundan öncəki dərslərimizdə sizlərə izah etmişdim. Pluginimizi aktivləşdirdikdən sonra setting bölümündən mütləq şəkildə burada Apple ProRes adında faylımızı seçirik və bu faylımızı əlavə etdikdən sonra sazlamalar bölümündə sadəcə olaraq burada orta bir kəmiyyət seçirik. Təbii ki burada yüksək kəmiyyətləri də seçib istifadə edə bilərik. Lakin nəzərə almaq lazımdır ki, çıxış faylımız olduqca böyük bir həcmə malik fayl olacaq. Məhz buna görə də burada orta bir dəyəri seçirik. Apple ProRes adlı fayl genişlənməsinin digər üstün bir cəhəti bundan ibarətdir ki, render emal prosesi tamamilə bitdikdən sonra əldə etdiyimiz kadrlar tək-tək kadr şəklində deyil, ümumiyyətcə hazır bir video şəklində, yəni video formatda bizə təqdim olunacaq. Məhz bunu da Apple ProRes vasitəsilə həyata keçirdirik. Daha sonra rendering bölümündə gördüyümüz kimi susmaya görə Different Rendering adlı seçimi saxlamışıq. Setting bölümünə gəldikdə isə burada bir neçə funksiyonallıqları əlavə etməliyik. İlkin öncə buraya Setting bölümündən Anti-Aliasing adlı xüsusi bir funksiyonallığı əlavə edirik. Öncəki dərslərimizdən də bildiyimiz kimi Anti-Aliasing funksiyonallığın köməyi ilə ümumiyyətcə səhnədə hamar kənarların render vasitəsilə emal olunmağını təmin edə bilirik. Və mənim nümunəmdə burada öz sample sayımı 2-nin 4-ü olaraq təyin etmişəm. Lakin yüksək keyfiyyət əldə etmək üçün təbii ki burada 4-ün 8-ə və yaxud da 4-ün 16-ya da qiymətlər təyin edib istifadə edə bilərik. Vacib bir məqam bundan ibarətdir ki, sample sayımızı artırdıqca render müddətimiz də olduqca uzanacaq deməkdir. Yəni hal-hazırki mənim nümunəmdə 4-ün 2-yə sample sayımı təyin etmişəm və bu o deməkdir ki, hər bir kadrımız 8 sample ilə emal olunacaq deməkdir. Məhz bu məsələni də xüsusilə diqqətdə saxlamaq lazımdır. Daha sonra burada Override bölümünü mütləq şəkildə aktivləşdiririk. Bu bölümü də aktivləşdirdikdən sonra Setting bölümündən növbəti Console Variables adlı funksiyonallığımızı buraya əlavə edirik. Və Console Variables adlı funksiyonallığımızı əlavə etdikdən sonra mənim nümunəmdə buraya 5 ədəd console komanda gördüyümüz kimi əlavə etmişəm. Bu console komandaları buraya əlavə etməkdə əsas məqsədim ondan ibarətdir ki, render keyfiyyətini daha da artırmış olacağıq. Məhz bu konsol komandaları Unreal Engine mühərrikinin rəsmi internet saytından əldə edib istifadə edə bilərsiniz. Və yaxud da mənim sizə hal-hazırda göstərdiyim konsol komandaları bu şəkildə yazmaqla istifadə edə bilərsiniz. Daha sonra buraya Setting bölümündən Game Override adlı xüsusi bir funksiyonallığı əlavə edirik. Game Override adlı funksiyonallığı əlavə etməkdə əsas məqsədimiz bundan ibarətdir ki, bildiyimiz kimi bu funksiyonallıq render zamanı bütün lodları səhnədə söndürmüş olacaq. Sadəcə və sadəcə bütün modellərin sıfırıncı lodları səhnədə istifadə olunacaq və teksturalar ən yüksək ölçüdə emal olunacaq deməkdir. Məhz buna görə də biz buraya Game Override adlı xüsusi bir funksiyonallığı əlavə edirik. Daha sonra istəyə uyğun olaraq buradan High Resolution adlı funksiyonallığı da buraya əlavə etmək olar. Sazlamalar bölümümüzü bu şəkildə tənzimlədikdən sonra keçid edirik son olaraq Output bölümünə. Output bölümündə əvvəlcə son render faylımızın hansı qovluq daxilində saxlanacağını məhz buradan təyin edirik. Gördüyümüz 3 düyməyə klik edirik və istənilən qovluğu öz kompüterimizdə seçib istifadə edirik.
Daha sonra burada Output Resolution bölümünün istəyə uyğun olaraq təbii ki, tənzimləyib istifadə edə bilərik. Mənim nümunəmdə belə bir ekran ölçüsündən istifadə etmişəm. Burada sadəcə olaraq istənilən gördüyümüz qiyməti bu şəkildə 2-yə vurmaqla istədiyimiz qaydada ekran ölçüsünü buradan təyin edib istifadə edə bilərik. Və yaxud da internet üzərindən 2K, 4K, 8K və s. ekran ölçülərinin birbaşa kopyalayıb burada istifadə edə bilərik. Bu bölümləri də bu şəkildə tənzimlədikdən sonra alınan nəticələri Accept düyməsinə klik edirik və son olaraq Render Local adlı düyməyə klik edirik və bundan sonra sadəcə olaraq render emal prosesinin sona çatacağını gözləməliyik. Hal-hazırda render prosesindən də gördüyümüz kimi bizim hər bir kadrımız 8 sample ilə emal olunmağa başlayır və burada frame bölümündə bizim ümumi kadr sayımız, yəni daha doğrusu emal olunacaq kadr sayımızı göstərir və sol hissədə isə hal-hazırki emal olunmuş kadrlarımızın sayını görə bilirik. Mötərizə içində isə emal olunmuş kadr sayını faizlərlə, yəni faiz nisbəti ilə görə bilirik. Və video dərsimizin sonunda dediyim kimi hazır nəticəyə sizlərlə baxmış olacağıq. Bununla da mühərrik daxilində ümumi render konveyerinin necə həyata keçiriləcəyini sizlərlə tamamilə öyrənmiş olduq. İrəlidə bizi daha da maraqlı dərslər gözləyir. Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Bugünkü dərsimiz bu qədər. Hamıya uğurlar. Sugar, my cream, my butter, my toast, my all, my queen, my folks. Walk like 6 strings, talk like she's my everything, my baby. Loves me, hates me, leaves me, runs right back, that sexy lady. All I know, she shares all my confusion, so my baby will not run for anything, I swear this though. Now lay me down to sleep, I'm playing with my soul. She's bad, so clean, she's fine, she loves, she hates, she laughs, she cries, she hurts, she lies, she's Bonnie, I'm Clyde, she's ghetto, she's real, she sings, she rhymes, she comes, she goes, she lives, she dies, she's sexy and bomb, she blows my mind, she stays in line, she's smart, she's funny, she's crafty and cunning in the